Allahın işləyən adamdan xoşu gəlir. Diafadan, aktiv fəaliyyət edən insanlardan xoşu gəlir. Amma bunların mənası o deyil ki, son məqsədin o işin nəticəsi olaraq nəsə qazanmaq olsun. İş ona görə gözəldir ki, səni inkişaf elətdirir, Allaha yaxınlaşdırır, Allahın xoşu gəlir. Deyirən, evdən çıxanda ki, mən sənin üçün gedirəm işə. Qalan şey təfərrüatdır. Xırda məsələdir. Gələr ruzi, gəlməz, çox gələr, az gələr. Onda görün necə yaranır münasibət dünya ilə. Onda görün dünyadan nə qədər ləzzət ala bilirsiniz. Onda ləzzət daha çox olur, artır. Bir insan biznesdə uğur qazanmaq üçün iş adamlarına mən bunu tövsiyə edirəm ki, bir qədər özünüzü çəkin dünyanın qabağında. Bu yazılmamış qaydalarda, amma qaydadır. Heç bir uğur layihələrində, treninqlərdə bunu demirlər ki, dünyaya həris olma, aid iş adamı. Biraz özünü çək, işini də hesab kitabla gör nə nəticə gəlir. Al adına bax. Vermişəm, halal xoş. Sən də. Baxın. Super aşlobiyaları. Düyü unumuz da var, qəşəng düyü unumuz var, qara düyü var. Düyülər ki, superin superi. Bax, qırmızı düyü, dədə-baba çox düyülərdir. Bax, qəşəng düyülərdir. Astara düyüsü, qəşəng, uzun düyü. Ələtdin düyüsü gəldi. Ələtdin istəyənlər var idi, gəldi. Tutarmışdı, gəlib. Qara düyümüz tutarmışdı, gəlibdi. Qəşəng qara düyüdür. Qəşəng lobiyalarımız. Xeyirli olalım. Sağan ağarsın, ay sağ. Sağan badamlar neçədir? Badama bax, super badam. Super yağlar, super yağlar.